Yaxşı, deməli, toplu, birinci hissə, bir məhsullu tənliklər və məsələlər, hansı bölməkdir uşaqlar, modul işarəsi daxilində dəyişən olan tənliklər, irrasional tənliklər. Mən neçəni yazmalıyam? 83-ü, elə? Yaxşı, 83. Görək, nədir? X kvadratı bərabərdir 2 çıxaq 3x kvadratı. Tənliyinin kökləri hasilini tapın. Yəni, burada elə konkret olaraq bir-birine bərabərlik eləmək olar. Ya da budur ki, mən ən asanlığı ya kvadrata da yüksəldə bilərik. Kvadrata da yüksəldə bilərik. Çox maraqlı. Bir dəfə belə götürə bilərik. X kvadratı 2 yolumuz var. 2 çıxar 3x kvadratı. Bir dəfə də x kvadratı bərabərdir. Məsələn, 3x kvadrat çıxarda 2 götürə bilərik. Düzdürmü? Buradan 4x kvadrat hansı halda? Birinci halda bu böyük bərabər 0 olanlar. 4x kvadratı qoy bizə dəqiqə qərar verib hansı yol daha asanlı olmalı. X kvadrat bərabərdir 2-dədir. X da bərabərdir plus minus 1 bölü kökdə 2. Və burada nə fərqdir? Burada da 2x kvadratı bərabərdir 2-dir, x kvadratı 1-dir, x da bərabər plus minus 1. İndi baxaq, onu hansı şərt daxilində götürmüşük? Müsbət olan halda. 4 kvadratı 2-də 1-dir, müsbət olmur axı belə olanda. Məsələn, kvadratı 2-də 1 oldu, 2-də 3, yox, müsbət olur. Müsbət olur. 2-də 3, müsbət olur hər ikisində. Və burada da mənfi demişik də. Mənfi olanda da, baxaq, 1 yazanda mənfi, burada da mənfi olur, x kvadratı 1 olur. Nə soruşur bu bizdən? Köklərin hasilini, deməli 4 dənə kökü var onda. X1 bərabərdir, mənfi 1 bölək kökdə 2, x2 bərabərdir, müsbət 1 bölək kökdə 2, x3 bərabərdir, mənfi 1, x4 dəki 1. x1 vurar x2, vurar x3, vurar x4. Uşaqlar, 2-də 1 var mı cavab? D variantı. Bir də bərfi bir dəfə müsbət növbəti yol olmuşsa, ikisini də kvadrata yüksəlib modul əvəz edir. Mən onda bir kvadrat tənə yanılır. X-ü 4 çat aldım. Bir də maraqlı yol. Yaxşı. Keçək 85-ə. Görək 85-də nə deyir? 85 asan ənənəli suallardandır. 11 üstə gələk. X kvadrat üstə gələk 11. Bərabər 42 tənliyinin köklərinin cəmi. T əvəzləməsi aparır. Özünüz də yəqin ki, hiss edəniz burada. Kök altında x kvadrat üstə gələk 11-i bir t ilə əvəz edir. Onda t kvadrat üstə gələk t çıxaq 42 bərabər 0. T1 mənfi 7, t2 də bərabərdir 6. Əvəz etmədə yerinə yazılan kök altında x kvadrat üstə gələk 11. Mənfi 7 bu borç olur. Bir də kök altında x kvadrat üstə gələk 11 bərabərdir 6. Kvadrata yüksəldir, x kvadrat üstə gələk 11 bərabər 36. X kvadratı 25, x da plus minus 5. Var mı elə bir şey? Zəyəri də 0. 1 üstə gələk x2, bu da 0-a bərabər. 2 mil yox mu? Yox cavab. Kimsə yoxluyur da var. Əzəli yoxluyur. Ha? Köhnə olsun da köhnə də yox. Ha? Mən yoxluyum. Hala siz bundan baxın olmalı. O has salamatda zəhərində tökülməz. Ver o qızları. Götürüm onu baxın. Bunu alın. Hə, 85-i oxuyum. 87. Ola bilər də nəyəsə diqqətsizlik edəcək. X çıxaq 1, burada x kvadrat 2-dədir, sizin başınızın bəlası gəlir. X 2-də 3, vuraq x üstə gələk 27, bərabərdir 0 təmini həll edir. Düzdür mü gör 85. Bu da nə edir? X çıxaq 1, bərabərdir 0 eləyirəm. Bir də ki, x üstü 2-də 1, vuraq x üstü 2-də 3, vuraq x üstə gələk 27, bərabər 0. Düz oldu mu 85? Hə, indi bura bax. X bərabərdir 1, birincisi budur. Bu nə edir başlar? X kubu üstə gələk 27, bərabər 0, x kubu mənfi 27, x da bərabərdir mənfi 3. Nəyini soruşurdu?
Təli həll edirik. Və bunu yazırıq. Gəlirik, görürük ki, evdə səhvdir. Mənfi olmur. Niyə? Mən boş yerə demədim ki, başınızın bəlası gəlir. 2-də 1. Bunu ona görə verir ki, yəni siz biləsiniz ki, rasional qüvvətin əsası mənfi ola bilməz. 2 dənə kökü var, ola bilir. Yoxlayın. Yaxşı. Keçirik 89-a. 89. Modul. Modulda 2x çıxaq 5 bərabərdir x çıxaq 1 təminin kökləri cəmini tap. Kvadrata yüksəldək. Kvadrata yüksəldəndə 2x çıxaq 5-in kvadratı bərabərdir x çıxaq 1-in kvadratı. Sonra 2x çıxaq 5-in kvadratı çıxaq x çıxaq 1-in kvadratı bərabərdir 0. 2x çıxaq 5 çıxaq x çıxaq x. Üstə gələk 1, 2x çıxaq 5 üstə gələk x çıxaq 1 bərabər 0. Buradan x çıxaq 4, buradan da 3x çıxaq 6 bərabər 0. x1 4-dür, x2 də 2-dir. Hər ikisi də olur. Cəmi x1 üstə gələk x2 6-dır. 6. Keçirik 91-ə. belə. Yazıb uşaqlar. 5 çıxaq x. Vuraq kök altında 5 çıxaq x. Üstə gələk. X çıxaq 3. Vuraq kök altında x çıxaq 3. Sonra kök altında 5 çıxaq x. Üstə gələk kök altında 3 çıxaq x. Bərabər 2 təminin kökünü tapın. Birinci bunun mümkün qiymətlərini qiymətləndirək sonra. Deməli 5 çıxaq x böyük bərabər 0-dır, bir də x çıxaq 3 böyük bərabər 0 olmalı. X kiçik bərabərdir 5, x böyük bərabərdir 3. Deməli bu 3, 5 parçasında qiymət ala bilir. Düzdürmü? İndi isə buranı açalım. Sürət əslində nə demək? Sürət əslində kök altında 5 çıxaq x mötərizə kubu demək. Üstə gələk, bu da kök altında x çıxaq 3, mötərizə kubu demək. Bu da kök altında 5 çıxaq x, üstə gələk kök altında 3, yox 5, mən də bunun tərsinə yazmışam. Şərti tərs yazdım. 91 x, 3 çıxaq x. X çıxaq 3, 3 çıxaq x, bu nədir belə? Bu bizi mi çaşdırır? Bizə dənə 3-dür də onda olur. Çünki burada bizə dənə 3 ola bilər. Mən heç onu açmağa ehtiyac yox. Burada həm də 3 çıxaq x, siz bunu elə biləm, x çıxaq 3. Böyük bərabər 0 olmalı. İndi fikir verin, nə olur ondan? Bu 5 ala bilməz, bizə dənə 3 ala bilər. 3, düzdürmü? 3 alanda nə olur? Gəlin görək tənin kökü ödənir. 3 alanda 5-dən 2 alır. Vuraq kök altda 2. Üstə gələk bu da 2 0-dır, bu heç. Burada da nə tərdir? Kök altda 2. Bəli, üstə gələk 0-da bu. Deyirsən, bizə dənə x bərabər düşdü bunu. Elədir? Mən də uzun uzadı. Elə biləm, burada x çıxarır. Yaxşı, 93. 93 belə. Deyir ki, x çıxaq 1, kök altında x kvadrat çıxaq x çıxaq 6, bərabər 6, kök altında x, 6 buran x çıxaq 1. Hər ilə həqiqi köklərin cəmini tap. Əlbəttə ki, sola keçirik bunu. Deməli, x çıxaq 1, kök altında x kvadrat çıxaq x çıxaq 6, çıxaq 6 buran x çıxaq 1 bərabər 0. X çıxaq 1-in özünü orta vurub çıxardır. Kök altında x kvadrat çıxaq x çıxaq 6, çıxaq 6 bərabər 0. Birincidən x1 bərabərdir 1. Bir də ki, kök altında x kvadrat çıxaq x çıxaq 6, bu üzə keçirdən 6-dır. Kvadrata yüksəldirəm x kvadrat çıxaq x çıxaq 6 bərabər 36, x kvadrat çıxaq x çıxaq 42 bərabər 0,
x2 7'dir, x3'dən -6. Nəyini tapın deyir? Cəmi. İndi baxaq görək hələ bir bu 1 ödəyir bunu. Biri yerinə yazanda bir mənfi alır. Bu kənar kök. Bunlar yəqin ki ödəyəcək. 7 yazanda 49 ödəyir, 6 yazanda ödəyir. 7, 6 qalanı. Cəmini soruşur. x1 üstə gələk x2 dəki 1 edir də. Yaxşı. 95'ə baxaq. Biraz 95'də nə deyir uşaqlar? ...95 də belə. X kvadrat çıxar 64. Kök altında x kvadrat üstə gələk 3x çıxar 70 bərabərdir 0. Həqiqi köklərin cəmini tapır. Yenə bərabər edirik də. X kvadrat çıxar 64 bərabər 0 yəqin ki buradan kənar kök alınacaq. Bir də kök altında x kvadrat üstə kökü bir də yazmıram da avtomatik deyil. 3x çıxar 70 bərabər 0. Bu x1 -8, x2 8, burada isə x3 bərabərdir. O -10 ilə 7'dir da bu. x4-dəki 7. Baxaq görək, -8 zad belə bir şey, ya 8 ödür. -8 olur. 64, -6, -24, -8 ödər. Və 8 necə? 64, 24 ödür. -10 da 7. Nə soruşur? Cəmi x1 üstə gələ x2 üstə gələ x3, bu da 8 üstə gələ 7 çıxar 10, 5 mi? 5. 97 belə. Kök altında 3x çıxar 5 çıxar kök altında x çıxar 5 bərabərdir kök altında 10 kök təmini köklərin cəmini tapır. Daha fikirləşdim ki burada bir asan bir qısa yol ağlıma bir şey gəlmədi. 2 dəfə yüksəldəcək məcbur. Birincinin kvadratı. Deməli kök altında 3x çıxar 5 çıxar. Kök altında x çıxar 5'in kvadratı bərabərdir kök altında 10'un kvadratı edir. Birincinin kvadratı 3x çıxar 5. Üstə gələ ikincinin kvadratı x çıxar 5 çıxar 2 vura kök altında bu ikisinin hasili. 3x çıxar 5, x çıxar 5. Bu da bərabərdir 10 edir. Yaxşı. 10 eləyəndə nə olur? Deməli, çıxar 10. Burada 4x çıxar 20. Bax, burada -10'dur, -10 da keçir. Bərabərdir 2 vuraq kök altında. Bunu da vurmasınlar. 3x kvadratı çıxar 15x çıxar 5x çıxar 20. X da gələ 25 da belə. 2'yə də bölürəm 2x çıxar 10 bərabərdir kök altında 3x kvadratı çıxar 20x da gələn 25'i. Yerdən kvadratı yüksəldir. Deməli, 2x çıxar 10'un kvadratı bərabərdir. Kök altında 3x kvadratı çıxar 20x da gələn 25'in kvadratı edir uşaqlar. Çəkəyəklə qoyun çıxarım. Hə, onda nə oldu? 4x kvadratı çıxar 40 meli 40x üstə gələn 100 bərabər 3x kvadrat çıxar 20x üstə gələn 25. Hamısının bərabərində x kvadratı üstə çıxar 20x üstə gələn 75 bərabərdir 0. 15 ilə 5. x1 bərabərdir 15'dir, x2 də 5'dir. Görək kənar kök var mı? 5 olur, 15 hay olur. 15 olur da. Var mı başqa? Nə soruşurdu? Cəmi 20'dir mi? x1 üstə gələn x2-dəki 20 elə. Yaxşı, 99'a baxaq. ...99 da belə.
1 çıxar kök aldı 1 çıxar kökdə x. Vuraq. Bir üstə gələkdir. Bir üstə gələk hə, bir üstə gələk. Buna nə olur? Kök aldı 1 çıxar kökdə x. Bəli, 1 çıxar kökdə x. Nəsə bu qərli söhbət olacaq. Qərli söhbət satıyor, vuraq. Bax, bu belə kök altında 1 çıxar kök altında x. Eləmi? Buna vuranda üstə gələk 1 çıxar kök altında x. Bərabər 1 çıxar kök altında x. Bunlar xoşbəxt olduğunda getdilər. Nə qalır? Qalır kök 1 çıxar kökdə x bərabərdir 0. Bu da 1 çıxar kökdə x bərabər 0, kökdə x bərabər 1, x bərabər 1. Görək o dənə. 1 olanda bu getdi, 1 0, 0. Mənfi zada alınan yox ki kökün altında. Yox. 1'dir mi kökü? Yaxşı, 101. 101. %1 də belə. X kvadrat çıxaq 10x. Burada kök altında 13 çıxaq x. Bərabərdir. X vurar, x kvadrat çıxaq 11, x üstə gələk olur. Həliyin həqiqi köklərin cəmi. Bax, bu x çıxaq 10. Kök altında 13 çıxaq x. Bu da x vurar. Burada kökü 1'dən 10. X çıxaq 10, x çıxaq 1. Düzdürmü? Sola keçirdirəm hamısını. X çıxaq 10, kök altında 13 çıxaq x çıxaq x. X çıxaq 10, x çıxaq 1. Bərabər 0. X vurar, x çıxaq 10'u mötərizə xaricində çıxardırıq. Kök altında 13 çıxaq x. Çıxaq, modulda belə yazda x çıxaq, belə mötərizədə. Çıxaq 1 yazır. Bərabərdir 0. x1 bərabər 0. x2 bərabərdir 10. Sonra kənar kökü olmağını yoxlayacaq. 13 çıxaq x, çıxaq x çıxaq 1 bərabər 0. Buradan da kökdə 13 çıxaq x bərabərdir x çıxaq 1 olur. Hər iki tərəfin kvadrata yüksəldirik. 13 çıxaq x bərabərdir x çıxaq 1'in kvadratı. Bu da 13 çıxaq x bərabərdir x kvadrat çıxaq 2 x üstə gələk 1. X kvadrat çıxaq x çıxaq 12 bərabər 0. x3 4'dür. x4'dəki mənfi 3'dür. İndi bir yox. 0 olar mı? Olar. Olar. Sonra 10 olar mı? 10'da da mən elə bir problem görmürəm. Bu birlər də hay olar. Nəyini tapın deyir? Cəmi bu ikisi 11'dir mi cəmi? Deməli. 14. Onda nəyə səhvlənmiş? 4 olmuş. Yoxsa mənfi 3 olmuş. Mənfi siyəndə saxtaya Mənfi 3 dayan görək də. Mənfi 3 yazanda. Bax bu müsbət. Niyə mənfi 3? Hələ bu gözlüyür. Mənfi 3 yazanda, bu mənfi. Bax görürsən nə? Onda 14. 14. Yaxşı. Görürsün, diqqət yetirməyəndə biraz səhvli yanaşan kimi o dəqiqə səhvli. Diqqətli olmaq lazım. 103. 103'dən əmə. 103'də belə. Deyir ki, P parametrin hansı qiymətində x kvadrat çıxaq 4 modul x üstə gələk 2 çıxaq P bərabər 0 tənliyinin 3 kökü var. 3 kökü. 3 kökü olması üçün birincisi biz burada fikir verib modul x'i bir t ilə əvəz edirik. Onda nə olur? T kvadrat çıxaq 4t üstə gələk 2 çıxaq P bərabər 0. Bax, bu t'nin biri müsbətə də deyiləməlidir. Ki, bu plus minusundan 2 dənə kök var. Bir də 0 alınmalıdır ki, bizə dənə kök olsun. Yəni, tənlik köklərindən biri 0 olmalıdır, bir də müsbət ədəd olmalıdır. Tənlik köklərindən biri 0 olması üçün kvadrat tənlik ya x kvadrat üstə gələk bx bərabər 0 şəklində. Naxılan kvadrat tənlik. Deməli, bu P bərabər 2 olmalıdır.
Gəlin yoxlayaq görək düzmü düşünürük. T kvadrat çıxaq 4t bərabər 0. T bərabər 0 bir də t bərabər 4. Görürsünüz olur. Modul x-i 0-a bərabər eləyəndə x bərabər 0 olur. 4-də də ki plusumuz 4. Deməli p bərabər 2. Düzdür? Yaxşı. 105 uyğunlaşdırmadır. Gəl baxaq. Gəl baxaq görək nə var? 105. Deyir ki, x kvadrat çıxaq 7 modul x üstə gələk 10 bərabər 0. Təliyi üçün uyğunluğu dayan. Birincisi x kiçik 0 olduqda. X kiçik 0 olduqda bundan əksi çıxır, belə olur. X kvadrat üstə gələk 7, x üstə gələk 10 bərabər 0 olur. Bunu yadda saxlayın. İkincisi, x böyük 0 olduqda. Böyük 0 olduqda da x kvadrat çıxaq 7, x üstə gələk 10. İlk boyu x böyük 0 yazın. X kvadrat üstə gələk 7, x üstə gələk 10 bərabər 0 olur. X bərabər 0 olduqda, üçünə x bərabər 0 olduqda da 10 bərabərdir 0 alınır, bu da heç. İndi baxaq görək 1, 2, 3. 1, 2, 3. A bəndində deyil, köyləri 2 və 7-yə bərabərdir. Bunu mən niyə belə yazdım? Bu üstə gələk olur, bu çıxaq olmalı. 2 və 7 bu olur, belə 2 və 5. A variantı, biyyətə görə köyləri, yəni ikinciyə aid. A 2'ye aid. Mənfi 2, mənfi 5, B 1'e aid olur. Köylər natural ədədlərdir. 2 və 5 olanı. Yəni hansıdır? C 2'ye aiddir. Doğru olmayan ədədlər var. D üçüncüsüdür. Köyləri bu da doğru deyil. 107'ye baxaq. Görək burada nə var? 107. %7'de de belə uşaqlar. Bu da uyğunlaşdırmadır. Birincisində yazıb ki, modulda mənfi 2x üstə gələk 3y üstə gələk kök altında 2x çıxaq 6 bərabər 0 olarsa. İkincisində x üstə gələk 2y kvadratı üstə gələk modulda 3x çıxaq 12 kiçik bərabər 0 olarsa. Və üçüncüdə də 4x çıxaq 8'in kvadratı üstə gələk kök altında 5y üstə gələk 15 bərabər 0 olarsa. Bunların hamısı aldatmacadır. Fikir verirsiniz. Birincidə bundan da mənfi çıxmır, bundan da mənfi çıxmır. İki müsbət ədəd cəmi heç zaman 0 eləyə bilməz. Yalnız bizə variant var, bu da 0 olsun, bu da 0 olsun. Ona görə yazıram ki, mənfi 2x üstə gələk 3y bərabər 0, bir də 2x çıxaq 6 bərabər 0. Buradan aram x bərabərdir 3'dür. 3 yazanda 6, bu yüzden y bərabərdir 2'dir. Keçək, bu da həmin şeydir. Kiçiyi çaşdırmaq üçün verir. Bunlar kiçik ola bilməz, çünki bunlardan heç zaman mənfi ədəd çıxmır. Deməli, bizə variant var, bunlar 0'a bərabər olsun. Bərabər olmaq üçün də x üstə gələk 2y bərabərdir 0, bir də 3x çıxaq 12 bərabər 0 olmalıdır. X bərabərdir 4'dür. 4 olanda da y bərabərdir mənfi 2. Bu da belə. Eyni şey bunlar haqqında demək olar. 4x çıxaq 8 bərabər 0. 5y üstə gələk 15 bərabər 0. Buradan x bərabər 2, y bərabər bu 0 olmalı. Mənfi 3 olur. İndi görək 1, 2, 3 variantlardan nə deyilir? Deyir ki, x bölə y mənfi 5'də 2. X bölə y. Var mı elə bir şey? Yoxdur. A variantında. Bəs o zaman səhv eləməmişik. Gözdə görür. B variantında 3x bölə 2y. 3x bu elədir 12, 2y. 4, 3 deməli 2'ye gedir. B 2'ye aid gelir. Bunlara aid deyil ki. Ya buna. X çıxaq y bərabər 5'dir. Bu C niyə birinciyə nə aid? Bir eləyir, bu nədir? Həmən budur. X çıxaq y gələr 5'dir. Deməli C neçəyə aid oldu? 3'ə. X üstə gələ y bərabər 2 yox, ikinciyə aiddir deyil. D ikinciyə aid. Yəqin ki, Y də 3'cü olur. İkisi mütləq. Y də 1'ə aid. Qaldı bizə dənə 109. Sonuncusudur.
109'da belə bir şeydir. Görək bu nədir? Modulda x kvadrat çıxaq 9 bərabərdir m. Köklərin sayı m-dən asılıdır. Verilən hər bir hal üçün m-in bütün mümkün qiymətlər çoxluğunu bərabərliklə göstərməklə doldurun bulanı. Deyir ki, həqiqi kökü yoxdur. İkincisində yazır ki, 2 həqiqi kökü var. Üçüncüsündə deyir ki, 3 həqiqi kökü var. Dördüncüsündə də deyir ki, 4 kökü var, həqiqi kökü var. M-in mümkün qiymətləri. M. Baxaq görək nədir? Deməli, həqiqi kökü yoxdur. Bu hansı halda olur? M kiçik 0 olanlar. Çünki modul heç zaman mənfədə bərabər olur. 2 həqiqi kökü o zaman olur ki, burası 0 olsun. 0. 0 olanda x kvadrat 9 0-a bərabər plus minus olur. Yaxşı, 3 maraqlıdır. 3 həqiqi kökü olsun. 4 aydın məsələ ki, m böyük 0 olur. M böyük 0 olur. Bu heçdə m böyük 0 olanda yox, 4 olmur onda. Düz fikirləşmir. Bizə dəqiqə qoy daha ağıllı fikirləşir. Mənfi m kiçikdir. X kvadrat çıxaq 9 kiçikdir. M eləyir da yox, bərabər. Bir dəfə deməli nə olur? Qoy belə deyək də, x kvadrat çıxaq 9 başqa variantım yox. Bərabər m kvadrat. Onda nə olur ki? X kvadrat çıxaq 18, x üstə gələk 81 çıxaq m kvadratı bərabərdir 0 olur. Yox, x üstü 4'dür. Bu da x kvadratı. X kvadratını bir t ilə əvəz eləyəndə t kvadrat çıxaq 18 t üstə gələk 81 çıxaq m kvadratı bərabərdir 0. Əla halda olur. Deməli, həqiqi kökü olmaması üçün diskriminant kiçik 0 olmalı. Diskriminant kiçik 0 ondan olur. Diskriminant bərabərdir 324 çıxaq 4 vuraq 81 çıxaq m kvadratı kiçik 0 olur. Ondan olur. Bu düz elədi səhvli fikirləşdik. Qoy görək nə olur. Ondan olur. Kiçik 0 olanda. Deməli, 324 çıxaq. Bu da 324 üstə gələk m kvadratı kiçik 0. Bu gənə bir qəribə bir şey var. 4 AS'dir. 18'in 324'dür. 4'da burada 81'i 324 eləmir mi? Deyirəm ki, bu da 4m kvadratıdır. Bundan bu gedir 4m kvadratı kiçik 0. Belə bir şey olur mu? Həqiqi kökü yox. Elə bir o 3 həqiqi kökü bilirəm. M kvadrat bu 0 olanda olur. M bərabərdir plus minus 9. Minus ola bilməz 9. Müsbət 9 olanda olur. Müsbət 9 olanda olur. 9. Düzdür. 3 kök. 2'ye yazdım. Yox, 2'ye yazdım onu. Hə, 3 həqiqi kökü var. M bərabərdir 9. 2 həqiqi kökü, bunu dedik da, m bərabərdir 0 olanda bu çevrilir, kvadrata çevrilir, diskriminant 0'a bərabərdir, bu heç. 2 həqiqi kökü m bərabərdir 0 olanda. Həqiqi kökü yoxdur, düz deyim, kiçik 0'ı düz fikirləşmiş. 4 həqiqi kökü isə, bu böyük 0 olanda olmalı. Baxaq, 324 çıxaq, 4 vuraq 81 çıxaq, m kvadratı böyük 0 olmalı. 324 m kvadratı böyük 0, bu da m fərqli 0 olmalı. Ya mənfi olanda yenə düz gəlmir. En büyük da küçük 9 oldu. Bunu nə yazmışdım? M-i nə yazmışım? 9 olur.
Bu m bərabər 0'dır. 0 olanda 2 kök. Yaxşı. M bərabər 9 olanda dedik ki 3 həqiqi kök olur. 9'dan böyle olsa mesela. 9 o yazaq da görək nə olur. 9 olanda x kvadrat çıxaq 9'un nə olur bərabər 9 olanda. Bir dəfə bu mənfi 9x bu 0 olur. Bir dəfə də məsələn deyək ki, neçə eləyək bunu? Kök altı 18 ki. 3 kök altı 2 olanda plus minus. Onda düz gəlir. Və bu m fərqli 0 nədir? M kiçik 0'ı bildik. M böyük 0 götürək də bunda. Maraqlıdır, baxın görək cavabı. 0'dan 9'a. Niyə 0'dan 9? İkincide de Emre hem 0'a beraber hem de 9'dan büyük götürüldü. 3'te de 0'dan 9'a. Yaxşı, bunu biz diskriminantla edirik. Ondan niyə eləməyirik? Niyə belə düz gəlmir? Diskriminantla eləyəndə. Gəl bir də plus minusla yoxlayaq. Görək. Məsələn, nəyi nəzərə almamış? Axırıncı sual deyən, başdan soyda eləyib qaçmağa çalışır, bu dağılmıyor. X kvadrat çıxaq 9, bir dəfə mənfidir. X kvadratı çıxaq 9, bir dəfə də m. Düzdürmü? X kvadrat bərabər 9 çıxaq m. Yaxşı, bunu bildik. Bu da x kvadratı bərabər 9 üstə gələyim. Birincidə nədir? Həqiqi kökü olmasın. Həqiqi kökü olmaması üçün bu da kiçik 0 olmalı, bu da kiçik 0 olmalı. Baxaq, görək nə olur. İndi belə fikirləşək də. 9 çıxaq m kiçik 0'dır, bir də 9 üstə gələyim kiçikdir 0'dır. 9'da gedib, belə bir şey alınmır axı. Amma belə baxanda, məsələn, belə baxanda, adi gözlə baxanda həqiqi kökü yoxdur, mənfi olanda olur. Yaxşı. 3, 2 həqiqi kökü, yox, bunda çaşdım qaldım, bunu dayandıraq. Dayandıraq, fikirləşib cavab verərik.